Paytaxt Bakının yeraltı nəqliyyatı, metro stansiyaları haqqında məlumatları sizlərə çatdırmağa davam edirik. Bugün haqqında danışacağımız stansiya 1985-ci ildə istifadəyə verilib. Stansiyanın memarları Tələt Xanlorov və Oqtay Şikəliyevdir. Stansiya Əcəmi Əbubəkir Naxçıvaninin şərəfinə Memar Əcəmi olaraq adlandırılıb. Stansiyanın 3 giriş-çıxışı var. Bunlardan biri 4-cü mikrorayon istiqamətinə, digəri 5-ci mikrorayon istiqamətinə, əsas çıxış isə Moskva Univermağı kimi tanınan Moskva Ticarət Mərkəzi istiqamətindədir. Paytaxt Bakımızın ən qədim ticarət mərkəzlərindən sayılan bu məkan 1978-ci ildə istifadəyə verilib. Memar Əcəmi 12-ci əsrdə Naxçıvanda anadan olub. O, orta əsrlər Azərbaycanın memarlığının əsasını qoyan şəxs kimi şöhrət qazanıb. Təəssüf ki, tarix onun əsərlərindən başqa bizə heç bir məlumat saxlamayıb. Elə memar özü də əsərlərindən biri olan Möminə Xatun türbəsinin üzərində yazdığı kimi: "Biz gedərik, dünya əbədi qalandır. Biz ölərik, bu bizdən xatirə qalar." Memar Əcəminin adı bugün Cümə məscidi, Qoşa minarə, Möminə Xatun türbəsi kimi əsərləri ilə xalqın yaddaşında daima yaşayır. Stansiyanın divarında olan bu əsərlərdə Memar Əcəmi və onun yaradıcılığı həkk olunub. Əsərlərin müəllifi isə tanınmış memar Oqtay Şikəliyevdir. Stansiyanın tavanında 8 güşəli milli memarlıq üslubunda dəmir şəbəkə yerləşdirilib ki, onun tən ortasında olan çılçıraq da stansiyaya xüsusi bir gözəllik qatır. Məni candan usandırdı, cəfadan yar usanmazmı? Fələklər yandı ahımdan, muradın şəmi yanmazmı? Stansiyaya çatan qatarlarda Məhəmməd Füzulinin Leyli və Məcnun poemasına Üzeyir Hacıbəylinin bəstələdiyi eyni adlı operadan Şəbi Hicran qəzəlindən parça səslənir. 1494-cü ildə Bağdadda doğulan Məhəmməd Füzuli klassik ədəbiyyatda daha çox lirik şair kimi tanınır. O, şeirin, qəzəl, qəsidə, müxəmməs, rübai və bir çox janrlarının hər birində böyük uğur qazanan ustad sənətkardır. Füzulinin bütöv yaradıcılığı haqqında tam məlumat olmasa da, ustad şairin bu günümüzə gəlib çatan 15 əsəri onun şeiriyyatı haqqında çox şey deyir. Füzulinin 16-cı əsrdə Azərbaycan dilində yazdığı Leyli və Məcnunu klassik ədəbiyyatın ən məşhur əsərlərindəndir. Epik şeirimizin ən gözəl nümunələrindən olan bu sevgi hekayəsinin mövzusu bütün şərqdə əsl eşq fədailəri kimi məşhur olan Leyli və Məcnun haqqında geniş yayılmış bir məhəbbət əfsanəsindən götürülüb. Onu da deyək ki, doğulub yaşadığı İraqdan heç vaxt ayrılmayan Füzulinin məzarı Kərbəladadır. Bir məqamı da qeyd edeyim ki, buranın 2016-cı il 19 apreldə açılan Memar Əcəmi 2 stansiyası ilə keçid funksiyası var. Sərnişinlər bu tunel vasitəsilə Memar Əcəmi 2 xəttinə, oradan da Avtovağzal istiqamətinə gedə bilərlər. Əziz Bakılılar və şəhərimizin qonaqları, bugün biz sizə əsrlərdir unudulmayan Memar Əcəminin adını yaşadan stansiyadan xəbər verdik. Növbəti həftədə, növbəti stansiyada görüşərik. Hələlik.